Borislə tanış olun. O, Ukraynanın qərbində yerləşən Zariçne kəndində yaşayır. Гірлянду якою. Mənə gül gətirmisən? Mənə sürpriz eləyib. Ну, ти серйозний хлопець. Боря. Kənddə onun ən sevdiyi ev İrinanın evidir. Çünki burada ona bol yemək verirlər. Gəlib ki, nə arxasınca qaçmağa, nə də axtarmağa gərək yoxdur. Burada qarğı dalı var, sonra da istəsə alma yeyər. Yatmağın görmək istəyirsiniz? Одного дня. Bir gün təsadüfən həyətimizə gəldi. Bu inanılmaz idi. O, bura, yəni polisiyaya maral artımı məqsədi ilə illər əvvəl gətirilib. Lakin bir neçə il qabaq canavarlar onun qəfəsinə girərək dişi marallardan birini yeyiblər. Ondan sonra da ovçuluq üzrə bir mütəxəssis heyvanları təbiətə buraxıb və daha sonra o Zariçneyə gəlməyə başladı.